Bir vətəndaş, bir Azərbaycan sakini, Azərbaycanda yaşayan bir nəfər bu ifadələrin hansının daha doğru ola biləcəyini araşdırmağa çalışıram. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat, İmtahan və Texniki Baxış şöbələrindən MERO adlanan idarələr zəncirindən şikayət edib deyir ki, var hər həlqi zəncirimizin bir ağzı müttəsil verməyə ifşa qəmi pünhanımıza. Müasir dillə desək, bizim zəncirimizin hər halqasının bir dili var və onların hamısı durmadan gizli dərdlərimizi aşkar etməyə çalışır. Burada əsas məcaz budur ki, aşiq öz dərdini gizlətmək istəyir, ancaq onun halı, davranışı, göz yaşları, ah naləsi, üzünün saralması, yəni eşqin yaratdığı bütün nişanələr sanki dil açıb danışır. Füzuli bunu zəncirin həlqələri kimi təsəvvür edir. Başqa sözlə, mən dərdimi gizlətmək istəyirəm, amma məni bağlayan eşq zəncirinin hər həlqəsi sanki bir ağızdır və hamısı mənim gizli qəmlərimi aləmə car çəkir. Burada zəncir həm də aşiqin boynundakı əsarət zənciridir. Füzuli deyir ki, mən eşqin əsiriyəm və bu əsarətin hər bir əlaməti mənim sirrimi faş edir. Beytin gözəlliyi ondadır ki, adi bir zəncirə baxıb onun hər həlqəsini ağız kimi görür. Həlqənin ortasındakı boşluq şairin xəyalında ağıza çevrilir və bu ağızlar aşiqin gizli dərdini danışırlar. Bu, Füzulinin sevdiyi paradokslardan biridir. Gizli qəm var, amma onu gizlətmək mümkün deyil. Çünki qəm özü danışmağa başlayıb. Beyt əlbəttə anladığınız kimi Məhəmməd Füzulinin Leyli və Məcnun poemasından Məcnunun dilindəndir və bəs Leyli və Məcnunun MERO idarələri ilə nə əlaqəsi var? Demək ki, varmış. Vətəndaş yazır ki, bu idarələr zəncirində rüşvət və korrupsiya tüğyan edir. Bakıda və rayonlarda yerləşən texniki baxış məntəqələrindəki Baş Dövlət Yol Polisi idarələrinin polis əməkdaşları sürücüləri soyub soğana çevirirlər. Əsasən, məntəqələrdə maşınlarını texniki baxışdan keçirmək istəyən sürücülərə müxtəlif tələlər qurulur. Bu tələlər müxtəlif cür olur. Məsələn, maşın məntəqəyə daxil olub texniki müayinədən keçirilərkən tüstü borusunda güya zəhərli qaz aşkarlayırlar və ya tormozlama sistemini yoxlayırkən güya tormozlamada zəiflik aşkarlayıb sonra sürücüdən rüşvət tələb edirlər və s. Sürücülər bu rüşvəti verməkdən imtina etdikdə də bildirilir ki, o zaman gedib maşını düzəltdirib gətirin. Sürücülər də məcbur qalaraq onların istədiyi rüşvəti verdikdən sonra hətta nasaz maşına da texniki baxış talonu verilir. Ölkədə bütün ödənişləri elektron edən prezident Nəcəbsə, MERO-dakı ödənişləri elektron etməyib. Yəni, bütün pullar əldən alınır. Hər bir sürücüdən 180 manat rüşvət tələb edilir. Siz təsəvvür edin ki, ölkə üzrə hər bir maşından 1 və 2 ildən bir 180 manat rüşvət yığılır. Mən hələ maşınların addan ada keçirilməsini, sürücülük vəsiqəsi verilən zaman alınan rüşvəti demirəm. Hər günün sonunda inkassator maşınları toplanmış rüşvəti məntəqələrdən çıxarıb aparır oppalara. Hələ ölkədəki stasionar postlarda toplanan rüşvət də bir yana. Deyilənə görə hər bir MERO və posta günlük və aylıq rüşvət kvotası müəyyən ediblər. Öz adımdan əlavə edəcəyim bir gerçək var. Bunu bir neçə dəfə demişəm, bir də təkrar edim. Yol polisi sisteminin topladığı rüşvətin bütün məcmusu Prezident Əliyevin qızı Leyla xanımın cib xərcliyi üçün nəzərdə tutulub. Bu, uzun illərdir ki, belədir. Yol polisinin Respublika üzrə rəisi General Tofiq Zeynalovu da buna görə yerindən tərpətmirlər. Mən sizə əminliklə deyirəm ki, Tofiq Zeynalov özü işdən getmək istəyir. Amma ona deyirlər ki, otur yerində, başımızı ağrıtma, sistem işləyir, problem yoxdur. Sən isə həftədə, ayda bir dəfə də işə gəlib gitsən bəs eləyir. Amma bütün bunlar yalnız deyilənə görə deyil ki və ancaq MERO-lar da deyil ki. MERO-lar zaten o işə halal sertifikatı ilə baxırlar, amma bir də bu sertifikatı son 30 ildə almışlar var ki, onların da tamahı daş çatladır. İlham Əliyev, bu dilənçilər barədə tədbir gördün, amma bu dilənçi məmurların barədə tədbir görmək istəmirsən.
Dəfələrlə video çəkmişəm ki, sənin bu dilənçi məmurların Nəsimi rayonunun baş polis idarəsinin rəisi Vüqar Ağayev və onun dilənçi məmurları hər gün Şamaxınkadan sürücülərdən 5 manatdan pul yığır ki, ödeyin 5 manatı, sonra gedin adamınızı yığın, çıxın gedin. Bu bilinmir, nə vergisidir, nədir bu verəmçinə, kimin cibinə gedir, 2000-dən çox sürücü var orada, günə 10.000 manat pul eləyir, aya 310.000 pul eləyir. Yəni Vüqar Ağayev gözü doymur maaşı ilə və yaxud aldığı başqa rüşvətlərlə onlara da göz tikir. Orada 3 şəxs var, adlarını çəkirəm. Sərvər, Orxan, bunlar polis əməkdaşlarıdır. 19-cu polis bölməsinin çevik polis alayının əməkdaşlarıdır. Bu 2 şəxs, bir nəfər də var yanlarında, adını unutmuşam, bilmirəm adını. Hər gün Şamaxınkada dayanırlar, Azad Məmmədovun əli ilə sürücülərdən pul yığırlar. Kimlər ki vermir, Azad Məmmədov sıralı bir vətəndaşdır. Həmən sürücünün şəklini çəkir telefonu ilə, atır WhatsApp-da Sərvərə. Sərvər də gəlir həmən şəxsləri tutub döyüb aparır ki, siz niyə pul vermirsiniz? Verməyəsinizsə 80 manat cərimə yazılacaq. Birinizdə 80 manat cərimə yazırlar, insanlar da qorxur, məcbur olur ki, ödəsin. Ki 80 manat ödəməkdənsə 5 manat ödəyimdə canını qurtarım bunlardan. Və mən bu videoları çəkdiyimə görə heç kim gedib o Sərvəri, Orxanı, o Azadı barəsində bir tədbir görməkdənsə, sənin quldur məmurların, Vüqar Ağayevin quldur məmurları gəlir Şamaxınkada sürücülərə incidir ki, Süleymanı sustursunlar, məni susturmaq üçün. Amma mən susmayacağam. Mən hər gün bu barədə video çəkəcəm. Çünki mən orada mübarizə apararkən o şəxslərlə, o Sərvərdir, Orxanıdır, Vüqar Ağayevdir, Azad Məmmədovudur, bu özbaşınalıqla məşğul olan, rüşvət yığan, pul yığan məmurlarınla mübarizə apararkən dəfələrlə şikayət etmişəm hər yerə, heç kim şikayətimə baxmırdı. Və gəlib məni həbs eləyirlər. Məni həbs eləyərkən Rövşən Həmidov videoya çəkir. Və bu video sosial şəbəkələrdə paylaşdığına görə Rövşən Həmidov risk olur narkoman və cibindən 5-10 qram narkotik çıxır avtomatik. Ki, sən niyə videoya çəkirsən bunları? Rövşən Həmidovu hal-hazırda həbs ediblər, döyüblər, necə döymüşdülərsə, bir həftə tubda yatıb bu adam. Evdə 2 dənə uşağı var, biri onkoloji xəstədir. Biraz vicdanınız olsun da, biraz qeyrətiniz olsun. Ki, insanları naxal yerə, boş bir şeylərə görə heç nə eləmədiyi halda və haqqını tələb elədiyi halda insanları zülüm verirsiniz. Vəzifələrindən sui-istifadə edib həbs eləyirlər. Bu, bəyəfəndinin danışdığı hadisələrin qısa icmalı bundan ibarətdir ki, Nəsimi rayonundakı polis idarəsinin rəisi Vüqar Ağayevin tapşırığı ilə polis əfəndilər Şamaxınka deyilən ərazidə və 3-cü mikrorayon dairəsində körpünün altını park yerinə çevirərək hər kəsdən pul yığır, halbuki körpünün altında maşın saxlamaq qadağandır, heç kim də bunlara müdaxilə edə bilmir. Orada hər iki nöqtədə polis naryadları dayanır, kimlər pul vermir, aparıb 80 manat cərimə yazıb buraxırlar. Bu pəstəhaya etiraz edənlərin də başına itin oyununu açırlar, şərliyirlər və yumşaq halda sutqalıq həbslərə göndərirlər və ya döyürlər, şantaj edirlər. Azad Məmmədov adlı bu şəxs də həmin o nöqtələrin polis tərəfindən pul yığan vəzifəsinə təyin etdiyi darğadır. Şahdan gələn nökərəm, dinmə dişlərin tökərəm devizi ilə iş başındadır. Polisler onu çadıra vurdu ya. Buna da. Ona Qarabağ hadisine nəsə ya, hırnaş yoxdur ya. Buna da heç nədən zamanı götürüb aparırlar. Heç nədən zamanı götürüb aparırlar. Buna da. Ödədə güzel.